bunların normal olduğunu özümüzə xatırlatmalıyıq. Bəzən sadəcə özünlə qalıb tək və ya yalnız vaxt keçirmək istəyə bilərsən. Öncəliklərin, fikirlərin dəyişə bilər. İstəmədiyin şeylərdən vaz keçə bilərsən, səni və ya qarşı tərəfi incitsə belə. Bəzi planlarını dəyişə bilərsən, bəzilərini başqa planla əvəz eləyə bilərsən, bu səni uğursuz eləmir. Bu arada bəzən uğursuz da ola bilərsən. Mükəmməl olmadan sadəcə sınaya bilərsən. Hər zaman ən yaxşı halında olmaq, yaxşı görsənmək, xoşbəxt hiss etmək məcburiyyətində deyilsən. Kədəri də, utancı da, qəzəbi də, sevinci də yaşamağa haqqın var. Bunlar sənin duyğularındır. Bəzən yavaşlaya bilərsən, bəzən tamamilə dayana bilərsən, amma daha sonra inkişaf eləməyə başlaya bilərsən və irəliləyə bilərsən. Bəzən axtardığını tapmarsan və orada itib qalarsan, amma itdiyin yerdən də yenidən kəşf etməyə çıxarsan. Ən əsası böyüyə bilərsən və insanların gözləntilərinə uyğun gəlməyə bilərsən. Əsas odur ki, bunların hamısı sənsən və hər gün yenidən hər şey ilə birlikdə özünü seçirsən.